5 aydır Qarabağda yaşayırıq, axır ki bu günləri vaxt eləyib qapıdan çölü yığışdıra bildim. Artıq hər tərəf yaşıllaşır, bitkilər yetişir. İstəyirəm ki, həyətdəki zirzibili təmizləyək ki, bitkilər nəfəs alsın və rahat çıxsın. Qapının ağzında bəzi yerlər hazırladım və ora toxum əkdim. Dekor işləri tam mənlikdir, bunun üçün də maraqlı bir görüntü yaratdım. Düşünürəm ki, rəngarəng daşları da rəngləsək möhtəşəm görsənər. Burada da lazımsız bir ağac var idi, onu da qırdım ki, səliqəsiz görüntü aradan qalxsın. Həmçinin topa qalmış cıngıl daşlarımız var idi, onu da bərabər şəkildə qapıya yaydım. Həyətimizlə bağlı daha çox planlarım var. İnşallah ki, gələcək videolarda sizlərlə bölüşəcəm. Dedim elə başlamışkən qaraja da əl gəzdirim. Səliqəyə saldım, həmçinin süpürdüm, amma düşünürəm ki, qaraja yüngülvari əl gəzdirmək lazımdır. Bugün Qarabağdayıq. Ən gözəl mənzərəyə sahib Hadrut qəsəbəsində yaşayırıq. Bu yerləri bağa-bağçaya çevirmək bizlərin borcudur. Allah şəhidlərimizə rəhmət eləsin, qazi və veteranlarımıza can sağlığı versin. Bizə yaratdığı bu şəraitə görə dövlətimizə dərin minnətdarlığımızı bildiririk. Bugün həyət işləri görüldüsə mütləq əlimi Dermaneftin sabunu ilə yuyuram. Dəri xəstəliyindən əziyyət çəkirsinizsə sizin üçün möhtəşəm məhsul tapmışam. Səhifəni aşağıdan qeyd edirəm. Siz də mütləq Dermaneftin məhsullarından yararlanın.